Bugün məndən romantik bir video gözləmiş ola bilərsiniz. Amma həyatın acı gerçəklərindən biri də odur ki, bayramları keçirmək və romantik video düzəltmək üçün də maddiyyat lazımdır. Elə bu səbəblə də yollanıram işimin dalınca. Bugün Şuşa üzərində rəsm sifarişim var. Evdən sürətli şəkildə hazırlanıb yola düşürəm. Siz bir taksidə qarşılaşdığım mənzərəyə baxın. Bir heyvansevər olaraq mən bu mənzərəni çox bəyəndim və onları görəndə könlüm də açıldı. Hər nəysə gəldim, çatdım Papatya mağazasına. Bugün bu mağazanın şüşələri üzərinə rəsm sifarişimiz var. Elə müştərimizin də istəyi mağazanın adına uyğun olaraq şüşələr üzərində papatyaların çəkilməsi idi. Mən də qollarımı çırmalayıb başladım işə. Bu arada bilirsiniz ki, yeni il ərəfəsində Şuşa üzərində rəsm sifarişlərim çox olmuşdu. Elə bu mağazanın şüşələrini də mən bəzəmişdim. Sadəcə çatdırmadığım üçün o videonu sizlərlə paylaşa bilməmişdim. Bu dəfə isə müştərimiz belə bir rəsm istədi. Dedi ki, həm yazın gəlişinə uyğun olsun, həm də ki, mağazanın adına uyğun olsun. Həm də bir digər istəyi isə bayırdan baxanda içəri tərəf çox da qədər görünməməsi idi. Ona görə də şüşələri bacardığım qədər çiçəklərlə bəzədim. Bütün günlərin rəsmini çəkəndən sonra qara rəngli boya ilə konturladım. Rəsmləri konturlayarkən daha çox səliqəli və gözəl görsənir. Bu isə son halıdır və bu da isə çöl tərəfdən görüntüsüdür. Sizi bilmirəm, amma mən çox bəyəndim. Əlbəttə ki, sizin də fikirlərinizi gözləyirəm. Gül çiçəkləri çox sevən birisi olaraq bu mənzərə mənim də könlümü açdı. Bu arada elə Papatya mağazasına gəlmişkən düşündüm ki, içərisindəki mallarla bağlı sizə məlumat verim. Ümumiyyətlə bu mağaza daha çox iç geyimlərin satışı ilə tanınır. Çünki çox fərqli və qeyri-adi dizaynda iç geyimləri gətirirlər. Əlavə olaraq isə fərqli və bir-birindən gözəl aksesuarlar da mövcuddur. Şəxsən bu qolbaqlarda gözüm qaldı. Bir seriya həvəskarları üçün məncə gözəl bir seçim ola bilər. Saatlar, üzüklər, sırğalar, hətta həm sadə, həm də fərqli olan eynəklər də mövcuddur. Təbii ki, bununla da bitmir, mağaza daxilində həm də çantalar var. Həm böyük ölçüdə, həm də kiçik və mini boy ölçülərdə çantalar tapa bilərsiniz. Eyni zamanda müxtəlif rəngləri də mövcuddur. Qarşıdan 8 mart gəlir. Məncə xanımlarınıza hədiyyə edə biləcəyiniz seçimlər burada çoxdur. Eyni zamanda üst geyimlər, köynəklər, şalvarlar, klassik şalvarlar və ətəklər də var idi. Eyni zamanda bunlardan əlavə olaraq da həm çox qeyri-adi dizaynda olan gecəliklər və bir-birindən gözəl və rahat pijamalar da mövcud idi. Qısacası həm özünüz üçün, həm də hədiyyəlik üçün çox gözəl seçimlər edə bilərsiniz. Ünvan olaraq isə Zaqatalada Qoz Fındıq bazarına gedən yolun sağında yerləşir. Növbəti və daha maraqlı vloqda görüşənədək.